Yenə isti peçin qırağı, amma bu dəfə fındığı yox, şabaldı yandırdım. Fındıqdan yığıb rasiski qaloşlarımı giyinib getdim fındığı çıxartmağa. Bu gördüyünüz süpürgəyə bizdə cart deyirlər. Nar çubuğundan hazırlanır. Süpürmək mənlik deyil deyib fındığımı çıxarmağa başladım. Bu fındıq çıxaran aparatdır. Uşaqlıqdan bəri bunu istifadə edirik. Qutu hissəsinə fındığı tökürük, çarxı fıradırıq. Alt hissəsində də tənzimləmək üçün dəmir olur. Fındığı çıxardıqdan sonra düşündüm ki, təkcə bununla kifayətlənməyim. Şabalıddan da, qozdan da qovurum. Avtobusa oturub getdim qaxara şabalıd almağa. Görən deyər bir də baxın nə gözəldir mənim qaqım görən. Abi 4 yola bizdə taldan kuru deyirlər. Dostum Sənanla görüşüb şabalıd alıb dönər yemək adıyla birazını yediqdən sonra gəldim evə. Qozu da dədə baba üsulu ilə əlimlə qırmağa çalışsam da gördüm alınan iş deyil. Olan əlimə olacaq. Başladım şabalıdı çərtmağa. Yiyəsi qədər şabalıdı qovrulmaq üçün çərtdikdən sonra rayonumuzun məşhur suları olan Qax sularını da peçin yanına qoydum ki, biraz istilənsin. Xəstəliklər yayılan vaxtda bir də soyuqlamayaq. Dalıca da fındıq və qoz ləpələrini seçdim. Sinin içərisinə səliqə ilə düzdüm. Şabalıdı peçin üstünə, qoz fındığı da peçin altına qovrulmağa qoydum. Fındığın qabığını da keçən şulxa vloqumdan bildiyiniz kimi eyni formada daha çox atdım ki, peç güppagüp yansın. Şabalıd yanmış kimi görünə bilər, çünki yanıb, çevirməyə gecikmişəm. Yananda da daha dadlı olurmuş. Hamısını qovurduqdan sonra şabalıdı qabığından ayırıb, fındıq və qozun da üstünü təmizləyib özümü verdim isti peçin qırağına. Şabalıddan yedim, qax suyundan içdim. Fındıqdan yedim, qax suyundan içdim. Axırda da yenə yıxılıb yatdım. Beləliklə bir vloqun da sonuna gəldim. Takib atıb rəy yazaraq paylaşmaq sizdən, çoxlu-çoxlu vloqlar çəkmək məndən. Növbəti vloqda görüşənədək.